Salam əziz dostlar. Bugünkü videoda bir trigonometrik tənliyin həllini sizinlə paylaşacağım. Hansı trigonometrik tənlikdir? Deməli, sinus 3x minus 2 kosinus 2x bərabər 3. Bax, bu tənlikdir, gördüğünüz bu tənlik. Bu tənliyin həllini sizinlə paylaşacağım. Məqsəd nədir? Tez-tez sual verirlər ki, müəllim, trigonometrik tənliklərin kəsişməsini nə vaxt götürürük, birləşməsini nə vaxt götürürük? Nədən bilirik ki, kəsişməsini götürəcəyik, yoxsa birləşməsini götürəcəyik? İndi gəlin baxaq. Biz də tənliyimizə baxırıq. Bizdə sinusun və kosinusun dərəcələri 1-dir. Argumentləri və fərqlidir. Görürsünüz, sinusun argumenti 3x-dir. Kosinusun argumenti 2x-dir. Və bunların arasındakı əməl çıxmadır. Toplumu və yaxud çıxma olur, ikisindən biri. Əgər bu şəkildə bir tənlik gördünüzsə, bilin ki, bu tənliyi seçmə üsuluna həll edəcəksiniz. Seçmə üsulu nə deməkdir? Yəni, biz elə bir x axtarırıq ki, həm sinus 3x bərabər 1 olsun, həm də kosinus 2x bərabər -1 olsun ki, aparıb yerinə qoyanda bu bərabərlik nə olsun? Ödənsin. Yəni, həm sinus 3x bərabər 1, həm də kosinus 2x bərabər -1-i ödəsin x. Bu o deməkdir ki, bizim axtardığımız x bu iki tənliyin həllərinin kəsişməsi olacaq. Fikir verin, kəsişməsi olmalıdır. Və bunu necə tapırıq biz? Kəsişməni necə tapırıq? Öncə tənlikləri həll edirik. Sinus 3x bərabər 1, 3x bərabər pi böl 2 plus 2 pi k, x də bərabər pi böl 6 plus 2 pi k böl 3. İkinci tənliyimiz kosinus 2x bərabər -1. 2x bərabər pi üstəgəl 2 pi n. 2'ye də bölsək pi böl 2 plus pi n alacağım. Yəni bizim x'imiz həm bu ifadəni doğru eləməlidir, həm də bu ifadəni ödəməlidir. Yəni ikisini birlikdə ödəməlidir. Yəni kəsişməni götürəcəyik dediyim kimi. Kəsişməni tapmaq üçün tənlikləri həll etdik və bunları bir-birinə bərabər edirik. Yəni pi böl 6 plus 2 pi k böl 3 bərabər pi böl 2 plus pi n. Bu ikisini ödəyən ifadəni tapacağıq. Bərabər edək buradan. K-nı m-ni ifadə edəcəyik. Və yaxud da m-i k-nı fərqi yoxdur. İkisindən birini. Öncə pi-yə bölək. 6'da 1 üstə gələk 2k böl 3 bərabər 2'də 1 üstə gələk n. Hər tərəfə 6'ya vursaq 1 üstə gələk 4k bərabər 3 üstə gələk 6n. Buradan alırıq ki, 6n'i 4k ilə ifadə etməkdənsə 4k'nı 6n ilə ifadə etmək daha məqsədə uyğundur. 4k bərabər 6n üstə gələk 2. K bərabər 2'də iksir aparsam 3n üstə gələk 1 bölünsün 2. Deməli, K bizə nə? Tam ədəd olduğuna görə bax, bu gördüyünüz bu ifadə tam ədəd olmalıdır. Tam ədəd olması üçün gördüyünüz kimi 3n üstə gələk 1. N nə olmalıdır? 3n əgər n cüt olsa üstünə bir gələn tək olacaq. Axı tək ədəd 2'yə bölünmür. Onda belə çıxır ki, n nə olmalı? Tək ədəd olmalıdır ki, 3'ə vuranın tək olsun, üstündə də bir gələn də cüt olsun. Yəni n tək ədəd olmalıdır. N'i yerinə yazacağıq biz nə? Tək ədəd bizi bilir ki, 2m çıx 1 kimi yazırıq, düzdür? N'i yerinə 2m çıx 1 yazsaq, onda k nə olacaq? Tam ədəd olacaq. Bu o demək ki, mən burada aparıb n'i yerinə, yox, k'nı yerinə, yox, düz n'i yerinə. N də axı bu. N'i yerinə yazacağım, 2m çıx 1 yazacağım. Gəlin buradan yazım. X bərabər pi böl 2 üstə gələk pi n deyildi. N'i yerinə yazıram. 2m çıx 1. Gəlin bu ifadəni sadələşdirək. Pi böl 2 plus 2 pi m çıxılsın pi. Bu da bizə nə verir? -pi böl 2 plus 2 pi m. Məsələn, bizim cavabımız x bərabər -pi böl 2 üstə gəl 2 pi m. Hansı variant? Gördüğünüz kimi A variantıdır. Vəssalam. Bu şəkildə həll edirik.